Mən keçən videomda siğə haqqında danışmışdım. Biri mənə yazır ki, pozğun qadını da siğə eləmək olar. Nəş olmur ki? Mən deyirəm ki, nəş olmur ki? Sən gedirsən onu, əgər elə ona pozğun qadın deyirsənsə, sən 47 kişi ol, get həmin o pozğun qadını imkanın varsa, apar tövbə elətdir. Apar tövbə elətdir. Sonra bir ay başı keçsin, yəni bir ay başı, 3 ay başı keçsin. Ondan sonra apar özünə siğə elə, amma əl vurma. Onun bazarlığını elə, əgər elə kişisənsə, onun bazarlığını elə, onun bütün təminatlarını əl vurmacıyla da bir kişi kimi gedib əl vurma. Amma kişi kimi get onun bazarlığını elə, ailəsini təmin elə. Bax, siğə budur. Yəni keçən verilişimdə həmin o siğə haqqında dedim. Siğənin bir üstünlüyü də odur ki, yəni siğə əqdi oxunandan sonra qadınla kişi ki bir-birlərinə məbləği danışırlar. Siğə əqdi oxunandan sonra siğənin bir üstünlüyü də var ki, qadın həmin o məbləği, mehriyəni halal da eləyə bilər. Bax, bu pozğunçuluq deyil. Həmin o mehriyəni halal da eləyə bilər. Yenə deyirəm, əgər dünyada siğəni başa düşsəydilər və əməl eləsəydilər, indiyənəcən bir dənə pozğun qadın olmayacaqdı. Bax, Ömər lənət olmuş, lənət olsun Ömərə ki, Ömərin vaxtınacan, hansı ki həmin o siğəni ləğv eləyənəcən, Ərəb ölkələrində, yəni müsəlmanlarda pozğun qadınlar yox idi. Peyğəmbərdən Ömərəcən. Ömər ki ləğv elədi, ondan sonra pozğunçuluq başaldı getdi. Bax, siğənin üstünlükləri budur. Quranda da var, ayə var, 24-cü ayə, 4-cü Ən-Nisa surəsinin 24-cü ayəsi, siğəli qadınlarınızın mehriyyəsini verin. Bax, siğənin üstünlükləri budur. Onsuz da gedirsiniz də, yəni ki, adınız bazlıq deyirsiniz də, bazlıq eləyirsiniz də, deyək ki, bazlıq eləyirsiniz. Ərli qadına yaxınlaşmayın. Bu şərtlə gedin, onu siğə eləyin, həmin qadını. Gedin, siğə eləyin, aybaşını keçirsin, əgər başqa kişi ilə olubsa, yaşayıbsa, indi qeyri-ixtiyarı da bazlıq kimi, ya qeyri-ixtiyarı yaşayıbsa, həmin o insanı bir ay başı keçirsin, ondan sonra onu siğə eləyə bilərsiniz. Və siğə eləyin, özünüzə halal eləyin. Bax, hədisdə var ki, əgər siğəli qadınla, siğəli kişi bir-birləri ilə yaşayırlarsa, ər-arvad kimi, əgər onlar qüsul alsalar, hər damlasının, qüslun ki, sənin başına, bədənivə düşür, hər damlasına Allah nə qədər suvab yazır. Nə istəyəcəksiniz? Bax, budur da bu. Bu halala qaçmırıq, halaldan qaçırıq, gedib harama qaçırıq. Bu ərli qadına heç kim yaxınlaşa bilməz. Əri var da, o neynəsə də əri var. Amma ərsiz qadına, məsəl üçün, gedin, götürün, bax, İmam Əli əleyhissalamın yenə deyirəm, neçə dənə siğəli qadınları olub, ərsiz qadınlar olub, ərli qadınlar olmayıb, siğəli qadınları olub, onlara kömək eləyib, ya məsəl üçün, bazarlığını eləyib, nə bilim, hər şeyini eləyib, amma barmağının ucunu da toxundurmayıb. Bax, elə kişilərdən olaq da biz. Yoxsa nöş gedib, harada zirzibir işlər var, onları görməliyik. Bax, siğənin üstünlükləri budur. Əgər biz siğəni dəqiqliklə başa düşsək, nə pozğun kişi olar, nə pozğun qadın olar. Kişi üçün fərq eləmir də, yəni ki, kişi iddə gözləməməlidir. Yəni ki, bu kişi bu qadınla əgər siğə eləyibsə, başqa qadınla da siğə eləyə bilər. 1 saatdan sonra, 2 saatdan sonra fərq eləmir. Çünki kişi hamilə qalmır. Qadın da hamilə qalan. Onun üçün iddə gözləyirlər ki, 3 ay başı keçir. Əri ölən qadın 4 ay, 130 gün gözləyir. 4 ay 10 gün. Amma ərdən boşanan qadın, ərsiz qadın isə 100 gün gözləyir də. 3 ay başı, 3 ay 10 gün, 100 gün gözləyir, iddə gözləyir. Bax, üstünlüklər budur. Onun üçün də mən o şeylərə deyirəm ki, o alaqanmazlara deyirəm ki, ay alaqanmazlar, məni günahlandırdığınızda bunu Allah halal buyurub da, halal deyib.
Nəyi halal bilibsə, Allah bizə nəyi halal deyir. Peyğəmbər nə deyib? Deyib, mən sizə nəyi haram bilmişəmsə, qiyamətəcən haramdır. Məsəl üçün, içkidir, nə bilim, nə belə bir şey, bazlıqdır, nə bilim, nə belə şeylər. Amma nəyi halal bilmişəmsə, o qiyamətəcən halaldır. Çünki Allah Peyğəmbərin adı ilə, dili ilə deyir ki, bax, bu halaldır sizə. Onun xeyirləri də var, siğənin xeyirləri də var insana. Başa düşdünüz? Yəni siğənin xeyri odur ki, sən artıq pis şeylər fikirləşmirsən. O sənin öz halal qadının olur. Sən ona necə daimi əqd var, müvəqqəti əqd siğədir də, daimi əqddəki kimi öz xanımına necə hörmətlə yanaşırsansa, necə sevgi ilə yanaşırsansa, siğəli qadınına da elə yanaşmalısan və yanaşırsan da. Bax, onun üçün də görürsüz 5 il, 6 il yaşayırlar. Bunlar bazlıq eləyirlər. Bunun altından çıxır, onun altına girir. Nə bilim, gedir bu ilə bazlıq eləyir, o birisi ilə bazlıq eləyir. Buna heç kim danışmır. Buna hamı halal deyir, hamı yayır. Bax, İngiltərədə var idi ki, məsəl üçün, üzr istəyirəm buradakılardan, seks festivalı idi. Hətta bir dənə yaşlı arvad həmin o seks vaxtı, açıq deyəcəm də, seks vaxtı ürəyi tutub infarkta gedib. Bunu yaymağa hamı əhsən deyir, amma siğə, kimsə siğə eləyəndə hamı deyir, yox, pozğunçuluqdur. Nə oldu, o pozğunçuluq deyil, bu pozğunçuluqdur. Ömər, görün nələri, bax, siğəni ləğv elədi. Azan iqamədə həyyə alə xeyr eləməl. Həyyə alə xeyr eləməl o deməkdir ki, xeyirlərin, xeyir işlərin əlasına tələsin. Xeyir işlərin əlasına tələsin. Burada nə pis söz var ki? Və həcdə əməl var, onu da ləğv elədi. Mən Peyğəmbərin dedi ki, 2 əməlini və azanda da o 3-cü əməli idi də, 3 əməlini sizə qadağan eləyirəm. Bir siğə idi, bir həcdə əməldə, bir də azan iqamədə həyyə alə xeyr eləməl məsələ sözü var. Onu. Sonra qad-qaməti salatı da çıxartdılar oradan. Qad-qaməti salat mənası budur ki, namaza durun. Qad-qaməti düzəlin namazınıza da, durun namazınıza. Bunları sünnilər ləğv eləyiblər. Adını da qoyublar ki, güya halaldır. Bunlar halal deyil. Nə mənasını başa düşün, sonra danışın. Gedin siğə haqqında, bax, elm kitabları var da, yəni məni günahlandırmayın, bu Allahın qanunudur. Elm kitabları var, siğə haqqında gedin, maraqlanın, özünüz də pozğunçuluqdan əl çəkəcəksiniz. Başa düşdünüz? Ən gözəl odur ki, siğədən gözəl əməl yoxdur. Məsəl üçün, bir adam evlənə bilmir. Cavan oğlandır və ya evlənə bilmir. Şəhvətini neynə öldürməlidir? Üzr istəyirəm, hamamda öldürməlidir şəhvətini. Gedir, bir boşanmış və ya əri olmayan qadınla razılaşır. O da oyuna siğə eləyir və öz qadını kimi oyla davranır. Və ondan sonra da həmin o qadın, siğəli qadın bundan ayrılandan sonra başqa kişi ilə yaşamaq istəyəcəksə 3 ay başını gözləyir ki, əgər ondan uşağı qalmayıbsa 3 ay başı keçəndən sonra başqa kişi ilə siğə eləyir. Əgər öz həmin o kişi ilə ki, siğə eləyibsə 3 ay başı gözləməyə ehtiyac yoxdur. Əgər başqa kişi ilə siğə eləməyibsə, istədiyin vaxtı, məsəl üçün 1 saatdan sonra 1 saat vaxt qoyurlar, məsəl üçün siğəli vaxtı qurtardı, ondan sonra gedir 1 saatdan sonra yenə də artıra bilər. Ona iddə yoxdur. Öz kişisi ilə, həmin o kişi ilə iddə yoxdur. Amma başqa kişi ilə olsa 3 ay başı gözləməlidir. Çünki ola bilər ki, ondan uşağa qalsın. Mən sonra deyəcəyəm ki, çox arvadlıqla, çox kişiliyin mənasını da deyəcəyəm. Onu da biləcəksiniz. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. Mənə Söyüş Zeyanın bütün varidatında nə qədər qız gəlin varsa hamısını sığ. Mənim bütün videolarımı paylaşın. Mən heç kimə pislik eləmirəm, olanı deyirəm, mən haqqı danışıram. Haqq nədirsə, budur. Deyirəm, haqq budur.
Onun üçün də əgər istəsəz paylaşın mənim bütün videolarımı.